أوصيكم ونفسي بتقوى الله يا عباد الله. السلام عليكم جميعا ورحمة الله وبركاته. Özümü və siz, əziz, dəyərli, inanclı bacı qardaşlarımı ilahi təqvaya riayət eləməyə tövsiyə edirəm. Allah Teala bu günlərdə hər kəsin ibadətlərini inşallah ali dərəcədə qəbul eləsin. Biz kəramət 10 günlüyündəyik. Kəramət 10 günlüyü İmam Rıza Aleyhisselamın bacısı Həzrəti Məsumənin mövludundan başlayır. Həzrət Əli ibn Musa Rıza Aleyhisselamın mövludundan tamamlanır. Bu ortada 10 gün kəramət 10 günlüyüdür. Bu qapılar kəramət qapısıdır. Bu qapılardan hər kəs təvəssül edib, əli boş qayıtmayıb. Biz də inşallah bu kəramət 10 günlüyündə Allahdan istəyək, öz böyüklüyünü, hörmətinə xatir. İnşallah bizi əli boş yola salmasın. Həm Həzrəti Zəhra Məsumə xanımın şəfaətini, həm də qardaşı İmam Əli ibn Musa Rıza Aleyhisselam şəfaətini hər birimizin halına şamil eləsin inşallah. Bu kəramət 10 günlüyündə biz də istədik ki, bu cümədə də bir ehsan olsun və İmam Rıza Aleyhisselam adına hər kəs ehsan edib, Allah ehsanını ali dərəcədə qəbul eləsin. Rizqi rüzisi inşallah bərəkətli olsun. Mən bu xütbədə istəyirəm İmam Rıza Aleyhisselamın bir mübarək hədisi təbərrük olaraq oxuyum. Həm özümə, həm sizi əziz dəyərli dostlara istifadə olunsun və həm həyatımızda, həm yaşayışımızda bu məsələlərə diqqət edək. İmam Rıza Aleyhisselam bu hədisi həm çox maraqlı, çox şirin və çox mənalı hədisdir. O Həzrətin hədisində buyurur ki, bu hədis ümumiyyətlə ağıllı insanların xüsusiyyəti haqqındadır. İmam Rıza Aleyhisselam ağıllı insanların bir neçə xüsusiyyətini bu hədisdə qeyd edir. Əlbəttə, ağıllı insanların xüsusiyyətləri neçə cəhətdən düşünmək olar. İbadət cəhətindən, fərdi cəhətindən, ictimai cəhətindən. Bu hədisdə İmam Rıza Aleyhisselam ağıllı insanın xüsusiyyətlərini ictimai və fərdi cəhətdən müzakirə edir. İctimai və fərdi cəhətdən ağıllı insanın xüsusiyyətlərini qeyd edir. Bu xüsusiyyətlərin 5-i ictimai cəhətdəndir, 5-i fərdi və şəxsi cəhətdəndir. Deyir, ağıllı insanın bu xüsusiyyətləri var. 1. Əl-xəyru minhu mə'mul və şərru minhu mə'mun. 2 dənə sifət gətirir burada. Buyurur ki, ağıllı insanın sifəti budur ki, İmam Rıza Aleyhisselam buyurur, bir ağıllı insanın sifəti budur ki, onun insanlara xeyri keçər. İnsanların çiynindən yükü götürər. İnsanlara əl tutar. İnsanlara yardım eləyər. Xeyrxah insandır. İkincisi də budur ki, və şərru minhu mə'mun. O insan heç bir kəsə şərr eləməz. Şərrdən uzaqdır. Heç kəsə zərbə ziyanı dəyməz. İnsanların yolundan daş götürər, amma insanların ayağının altına daş atmaz. İnsanlara xidmət göstərməkdən,
insanlara yaxşılıq eləməkdən yorulmaz. Bu işi sevə-sevə eləyər. Xidmət neçə cürdür? Bəzən insan xidmət eləyir, Allah kəssin belə xidmət eləməyi. 100.000 dənə minnəti var. Amma burada deyir, yox, bu sevə-sevə bu xidmət eləyir. Allah rızasına bu xidmət eləyir. Bu iki sifət. Üçüncü sifət buyurur ki, yəstəksiru qaliləl xeyr min xeyri. Bu da çox gözəl sifətdir. Deyir, ağıllı insanın sifətlərindən biri əvvəldə saydı ki, o xeyrxah olar. İkinci budur ki, buyurur, o şərr olmaz, şərrdən acığı gələr. Üçüncü budur ki, deyir, əgər o şəxsə bir kəsin xeyri yetişibsə, xeyir baxmaz, az olsun ya çox olsun. O xeyri həmişə yad eləyər. O xeyrdən ad gətirər. O xeyri dilə gətirər. İndi fərq eləməz, o xeyr az olsun ya çox olsun. Bu çox pis məsələdir ictimaiyyətdə ki, insanlar xeyrin qədrini bilməyərlər. Xeyrxah insanların qədrini bilməyərlər. O xeyrləri paxıllıqlarından gizlədələr. Ağıllı insanın sifəti budur ki, onlar həmişə onlara qarşı olan xeyri az da olsa belə həmişə dilə gətirərlər. Bu bizim Peyğəmbərimizin metodudur, Əhl-i Beytin metodudur. Peyğəmbərin zamanında bir müşrik var idi, Əbul-Bəxtəri adında. Bu Əbul-Bəxtəri Peyğəmbər əvvəl Peyğəmbərliyini ibraz eləyəndə, dini təbliğə başlayanda, məlumdur, müşriklər bunun qarşısını dayandılar, sədd kimi qoymurdular tohidi Peyğəmbər təbliğ eləsin. Bu əsnada hər kəs bir iş görürdü. Bəziləri də aciz, bəzi insanlar var, üzr istəyirəm ifadəmə görə, onlar səhərdən axşama onlar söyüş söyərlər. O da o insanın əxlaqsızlığının pik nöqtəsidir ki, o qədər acizdir ki, artıq başqa bir söz tapa bilmir, məntiqi yoxdur, başlayır söyüş söyməyə. Bunlar Peyğəmbərə bir qrup müşriklər başlayırlar söyməyə. Bu Əbul-Bəxtəri də özü müşrik idi. Peyğəmbərə hər kəs söyürdü, bu mane olurdu. Deyirdi, söyməyin. Peyğəmbərə söyüş söyməyin qarşısında dururdu. Əlbəttə, o müsəlman olmadı, müşrik idi, tohidə gəlmədi. Amma içərisində bir kişi xüsusiyyəti var idi. Bir adam düşmən olanda nə olar? Adam gəlir düşmənçiliyi də kişi kimi eləyəsən. Bu şəxs bizim əqidəmizin əleyhinə bir şey danışır. Biz onun danışığının qarşısında məntiq qoymalıyıq. Ona söyməməliyik ki. Bu Peyğəmbərə bu yaxşılıq eləmişdi. Müşriklər Peyğəmbərə söydüyü zaman bu narahat olurdu. İmkanı həddində, yanında hər kəs Peyğəmbərə artıq əsid desəydi, ona mane olurdu. Bir gün Bədir savaşı oldu. Bədir savaşında müşriklər də müsəlmanlar üz-üzə gəldi. Bu Əbul-Bəxtəri də Bədir savaşında müşriklərin ordusunda və dəstəsində idi. Peyğəmbər onu unutmadı. Müsəlmanlara dedi ki, əgər Bədir müharibəsində Əbul-Bəxtərini tutsanız, ələ keçirsəniz, onu öldürməyin. Dedilər, niyə ya Rasulallah? Dedi ki, o mənə bir yaxşılığı keçib. O mənə bir yaxşılığı keçib, mən onu unutmaram. Peyğəmbər bir müşrikə, o müşrik ki, Peyğəmbərin əleyhinə gəlib müharibəyə, ondan qabaq bir dənə yaxşılıq olub, Peyğəmbər onu unutmadı. Görürsən, Peyğəmbər onu unutmur. Deyir, ona bir dənə yaxşılıq olub. Görürsən, bəzi vaxt deyir, ona bir can borcumuz var. Bəzi insanlar var, ona 1000 dənə də yaxşılıq eləsən, o xeyri yoxdur. O insana xeyir yoxdur. Bəzi insanda var, bir xırda yaxşılığı ömrünün axırına qədər unutmur. Deyir, filan vaxt o mənə bu yaxşılıq eləmişdi. Pislikləri tez üzə gətirir, amma yaxşılıqları tez yaddan çıxardır. Bu, İmam Rıza Aleyhisselamın hədisində buyurur, ağıllı insanın
xüsusiyyəti bu deyil, ağıllı insanın xüsusiyyəti budur ki, o az xeyirdə olsa, o xeyri həmişə gərək nədir? Dilinə gətirə, bəyan eləyə, danışa, təşəkkür eləyə, keçmiş şəxslərin xeyr işini yad eləyə, onu özünə borc bilə. Bizim bu məntəqəmizdə keçmiş kişilər xidmət göstəriblər. İndi öz imanları çərçivəsində biz onlardan həmişə yad eləyirik. Onlara həmişə təşəkkür eləyirik. Onlar dünyada yoxdular. Allahdan onlar üçün həmişə bağışlanmaq diləyirik. Xüsusilə Allah Seyid Miriyə qəni-qəni rəhmət eləsin. O yaxşı bir iz qoyub bu məntəqədə. Öz zamanasında canından keçib, malından keçib, İmam Hüseynin məclislərini, Məhərrəm məclislərini diri saxlayıb. Məzhəbimizin ayaqda qalmasında çox böyük rolu olub. İndi öz zamanasında, öz dairəsi çərçivəsində bu işləri görüb, öz missiyasını bu cür tamamlayıb. Bugün haqq dərgahındadır. Allah onun ruhunu şad eləsin. Biz ondan yad eləyirik həmişə məhərrəmlikdə və həmişə onun üçün Allahdan bağışlanmaq diləyirik və bu bizim insani borcumuzdur. Dördüncü sifət budur ki, buyurur, yəstəqillu kəsirəl xeyri min nəfsi. Özündən sadir olan xeyir işləri kiçik hesab eləyər. Ağıllı insanın xüsusiyyəti budur. Heç vaxt öz xeyir işini böyük görməz və heç vaxt öz xeyir işinlə öyünməz. Heç vaxt öz xeyir işini insanların başına döyməz. Heç vaxt öz xeyir işinlə öyünməz. Heç vaxt öz xeyir işini çox görməz. Əksinə çox gördüyü xeyir işləri az hesab eləyər. Deyər, mən bir iş görmədim ki. İnsanlar əcib qəribdir. Bəzi insanlar var, o bir xırda xeyir iş görür. Amma umacağı budur ki, onun xırda xeyir işini həmişə yad eləyələr. Həmişə ondan ad gətirələr. Həmişə o yad ola. Amma bəzi insan var, onun qarşılığında 1000 qat ondan çox xeyir iş görür. Amma razı deyil, ondan ad gəlsin. Razı deyil, onun adı hallansın. Razı deyil, ondan tez-tez tərif olunsun. Bax, bu işdir, bu lillahidir, bu Allaha görədir. Amma görürsən, əksi də var da. İnsanlar fərqlidir bu dünyada, düşüncələr fərqlidir, hər kəs eyni deyil. Hər kəsin umacağı fərqlidir, hər kəsin gözləntisi fərqlidir. Bəzi insanın gözləntisi yoxdur. Mən bu işi görmüşəm Allah üçün. Allah məni görür, bəli. Məni görməyə bir manisi var, yox. Əcrimi o verəcək, bəli. Ondan başqasından mükafat gözləyirəm, yox. Bəs rahat ol. Digərləri də təşəkkür eləsə, eləyib, eləməsə, eləməyib. Deyir, bunlar çox iş görərlər, çox xeyir iş görərlər, amma o xeyir işlərini kiçik görərlər öz gözlərində. O böyük xeyir işlərini az görərlər. Və heç vaxt məniyyətlərinlə, mənəmçiliklərinlə o xeyir işlərini zay eləməzlər. Şeytan xeyir iş gördü. Allaha ibadət elədi. Allahın qarşısında əbd oldu, qul oldu, amma məniyyət onu yerə çırpdı. Mən. Dedi, mən. Sən nə iş görürsən? Dedi, mənim mayam ondan yuxarıdır, mən oddan, o torpaqdan. Niyə mən onun qarşısında baş əyim? Bax, bu mən. Bu dünyada da bugün əbəl qüdrət deyirlər də, əbəl qüdrət ölkələrində elə bu məniyyət öldürür də, mən güclüyəm, mənim silahım çoxdur, mənim raketim çoxdur, mənim tankım çoxdur, mənim əskərim çoxdur, mənim zirehim çoxdur, mənim gülləm çoxdur, mən. Gəlir, bax, dünyada bu qədər qətlə səbəb olur, məniyyət. 5-ci sifət budur ki, buyurur, la yəsəmu min tələbil həvaic iləyh. Bu çox maraqlıdır.
Bəzən insan bir yerdə məmur olur, ya bələdiyyədə işləyir, ya ictimai bir yerdə rəhbərdir. İnsanlar ona müraciət eləməlidir, problemi olur da insanların ona müraciət edir. Və yaxud məsciddir, müraciət olur. Deyir, insanların hacətində xəstə olmuyor. Ağıllı insan xüsusiyyəti budur ki, insanlar ona müraciət elədiyi zaman o müraciətdən yorulmuyor. La yəsəmu, yorulmuyor. O müraciətdən yorulmuyor. Bəzən insanlar müraciətlərdən yorulur. Qardaş, əgər sən bu müraciətdən yorulursan, niyə bu işdəsən? Əgər bu işdəsənsə, bir və agah ol, sənə müraciət olacaq. Niyə məsələn, filan kəsləri yox, bəhmən kəsə müraciət olur. Çünki onun bir postu var, onun bir titulu var. Köməkli yerinin rəhbəridir və kimə müraciət olunur? Ona müraciət olunur da. Yorulma. Və yaxud görürsən, məsciddir, kimlərsə gəlir müraciət eləyir. Və kimə müraciət eləsin? Və bizə müraciət eləyir da. Bəzən insan yorulur, bezir. Deyir, ağıllı insan xüsusiyyəti budur ki, bunları sevə-sevə qarşılayır. Bu Allahın insana bir lütfüdür. Allahın insana bir lütfüdür. Ki, insanları sənə istiqamət verir Allah. Eləyə bilər də başqa insana istiqamət verir. Amma sənə istiqamət verir. İstəyir sənin əlindən bu xeyir işi görsün. Bəzən onun bir duası, bir sağolu, bir Allah səndən dünya və axirət razı ol deməsi sənin 1000 dənə problemini həll edir. İnsan ondan agah deyil. Ona görə şeytan bu işdə çox hiləsi var. Bu cür müraciətlərdə insanlar yorulur. Və yaxud minnət, və yaxud pis təbirdən, və yaxud bir cür köməklik eləməkdən ki, Allah kəssin o köməkliyi, heç onu eləməsən daha yaxşıdır, qarşı tərəfi təhqirdən yola salmaq. Bu, nə bizim Peyğəmbərin, nə Əhl-i Beytin sirəsində belə bir şey yoxdur. Onlar kömək eləyiblər, səxavətli olublar və bizi dəvət eləyiblər bu işə. Və bu işlərdə lillah, Allah rızası üçün və minnətsiz eləməyə dəvət eləyiblər. Və bunun içərisində heç bir minnət gərək olmasın. Minnətsiz qarşılığın içində bir bərəkət var. Minnətli xeyrin içində heç bir bərəkət yoxdur. Biz Əhl-i Beytin həyat tərzinə baxanda bunları çox görürük. Mən dəfələrlə burada o tribunada danışmışam. Peyğəmbərdən tutmuş, Əhl-i Beytdən tutmuş, onların xeyir işlərinə misallar, dastanlar, nələr. Bəzən bunlar bir cür rəftar ediblər, onda içində hikmət var. Biz deyirik belə sərt. Bir nəfər gəldi İmam Sadiq əleyhissalam xidmətinə, yetişdi. İmam Sadiq əleyhissalama buyurdu ki, mən ehtiyacım var, mənə pul ver. İmam ona köməklik elədi və görünür ki, bu getdi, yenə gəldi. Yenə gəldi, İmam dedi ki, mən ehtiyacım var. İmam bir şey demədi. Bu əllərini görsətdi, dedi, mən əllərim yoxdur. Yəni, əlləri yox idi. Kəsilmişdi, hər nə şişiriydi, yox idi. İmam dedi ki, boynun yoğundur. Boynun yoğundur. Get başında daş. Başından bir iş gör. Bu biraz ağır təbirdir. İmam istədi ona başa salsa ki, biz sənə bir dəfə köməklik eləyərik də. Gəlib yükünü nədir? İnsanların üzərinə salma. Bəzi insanlar çox əfsus olsun ki, buna deyirlər adətkərdə. Elə bil, dilənməyə adət eləyir. Yükünü başqasının üstünə salmağa adət eləyir. Borc alıb, borc verməməyə adət eləyir. Borc alıb, cəmaatın haqqını qaytarmamağa adət eləyir. Bunlar yaxşı hal deyil. O biri gəlmişdi bir müştəhidin dəftərinə, deyir, ağa,
Çıxanda cəmaət ağa gəlirdi, söhbət eləyirdi. Çıxanda hamı gəlirdi, bununla sağollaşırdı. Hələ bir müsaidə edilirdi. Təbii köməkli istəyirdilər. Biri də gəldi, bu ilə adət eləmişdi. Gəlirdi ağanın söhbətinə qulaq asırdı. Çıxandan sonra da gəlirdi ağanın qulağına bir söz deyirdi. Çox üzr istəyirəm ifadəmi. Dedi, ağa dedi ki, mən yoldaşım üzr istəyirəm ifadəmi. Dedi, hamilədir, uşaq dünyaya gətirəsidir. Biraz pula ehtiyacımız var. Ağa da bu cür qəbasının cibindən bir pul bunu ovucuna qoydu, bunu yola saldı. Gələn həftə yenə ağa söhbət eləyirdi. İndi cəmaət hamı. Bu dedə bu kişi qocadır, gözlədə o qədər yaxşı görmür. İnsanlar nə qədər adam var məscid doludur indi bura. Kimi deyir ki 100, 200, 300, 500 adam. Dedi gedim yenə. Getdi yenə ağaya dedi ki indi başqa libas geyinib ki ağam onu tanımasın. Dedi ağa mən xanım xəstədir. Ağa bir şey demədi. Dedi uşaq dünyaya gətirəsidir. Bunu o özünə pul qoydu. Bu getdi. 3-4 dəfə bu işi gördü. Axırda bir dəfə ağa bunun cibinə, bunu oyucuna pulu qoydu, buna bir yaxşı nəsihət elədi. Dedi, get o arvadın qədrini bil. O hər həftə uşaq dünyaya gətirir. Onun qədrini bil. Dedi, get onun qədrini bil. Bəzi vaxt sail elə başa düşür ki, əta eləyən onu görmür, onu bilmir. O bir dəfə, 2 dəfə, 3 dəfə olmaz. Hər dəfə olmaz ki, bir dəfə olur. Bir dəfə müraciət olur. Həqiqətən bir dəfə olur, 2 dəfə olur. Hər dəfə olmaz. Hər dəfə olanda bu hər bir şeyin çoxluğu eybəcərlik gətirir. Allaha and verəm izzət və cəlalına, öz böyüklüyünə, əzimətinə, rəhmətinə, kərəminə, izzətinə xatir. Allah təbarək və təala inşallah bizləri bu kəramət 10 günlüyündə Əhl-i Beytin şəfaətindən bir nəsib eləməsin. İnşallah bu 10 günlükdə Allah hər kəsin duasını ali dərəcədə qəbul eləsin. Allah təbarək və təala cüməmizi mübarək, aqibətimizi xeyirli qərar versin. İmam Mehdi əleyhissalamın zuhurunu təzil eləsin. Muhammed və ali Muhammedə salavat inayət edin inşallah. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd, Allahus samad, ləm yəlid və ləm yulad və ləm yəkun ləhu kufuvan əhəd. Sallu alə Muhammed və ali Muhammed.